Salam əziz gənclər, xoş gördük sizləri. Hər birinizi buradan salamlayıram və Novruz bayramı münasibəti ilə bütün Azərbaycan gənclərini, bütün Azərbaycan xalqını təbrik edirəm. Mən də öz növbəmdə bütün gəncləri və bizi izləyən tamaşaçıları salamlayıram və deyirəm ki, bizə yaxın olun, çünki sizin cavanlar verilişiniz başladı. Əziz gənclər, bu dəfə Cavanlar verilişinin bayram buraxılışı olduğu üçün sizi burada çox gözəl anlar, çox gözəl dəqiqələr gözləyir. İnandırım ki, sizi bugünkü verilişimizdən siz heç biraz da yorulmayacaqsınız. Çünki burada gözəl-gözəl musiqilər, xalq musiqiləri, xalq adət-ənənələrindən danışılacaq. Mən də öz növbəmdə bütün gəncləri və ekran qarşısında olan tamaşaçılarımızın Novruz bayramını təbrik edirəm. Bilirsiniz ki, Novruz bayramı gəlişi ilə bütün təbiəti canlandırır. Və bugünkü mövzumuz da elə bizim bayramımızla bağlıdır. Biz bilirik ki, bütün Azərbaycan gəncləri, bütün müasir Azərbaycan gəncləri, belə deyək, həddi buluğa çatmış, müəyyən yaş qruplarında olan gənclərimiz Novruz adət-ənənələrini çox gözəl bilirlər. Amma mən istəyirəm ki, baxmayaraq ki, gənclərimiz bundan məlumatlıdırlar, amma ola bilər bəzi məlumatsız gənclərimiz də olar bu bayramla bağlı. Ona görə mən istəyirəm ki, efirimizə bir filoloq dəvət eləyək, gəlsin bu Novruz bayramının adət-ənənələrini bir daha gənclərimizin diqqətinə çatdırsın. Və bu münasibətlə efirimizə Münasib müəllim Nuriyevi dəvət edirik. Buyurun Münasib müəllim, gəlin bizim gənclərimizə Novruz adət-ənənələri ilə bağlı öz gözəl sözlərinizi çatdırın. Salam, mən də ilk növbədə bütün Azərbaycan xalqını təbii ki və Azərbaycanın gələcəyini təşkil edən gənclərimizi, cavanları bu Novruz bayramı münasibəti ilə təbrik edirəm. Onlara hər birinə xoş ovqat arzulayıram. Münasib müəllim, mən istəyirəm ki, siz bizim gənclərimizə Novruz adət-ənənələri ilə bağlı öz sözlərinizi çatdırasınız. Baxın, Novruz bayramı bizim ta qədim bayramlardan biridir, amma SSR-nin dövründə bir müddət bu Novruz bayramı yaddaşlardan silinmək üzrə idi. Yəqin ki, məlumatlısınız. Bəzi dairələrin, bəzi qüvvələrin maraqlarına bu düz gəlmirdi, zidd idi. Müəyyən bunu başqa ayinlərlə əlaqələndirdilər, başqa sözlərlə əlaqələndirdilər, buna müəyyən donlar geyindirdilər. Və sonradan bizim Azərbaycanda yenidən bu Novruz bayramı öz təşəkkülünü tapdı, yenidən əvvəlki ab-hava ilə bu bayram qeyd olunmaya başladı. Mən istəyirəm bu Novruz bayramının qısaca tarixində sizinlə birlikdə nəzər salaq. Çox gözəl. Təbii bilirsiniz ki, Novruz bayramı çox geniş bir arealda qeyd olunan, coğrafi bir məkanda qeyd olunan bir bayramdır və bu bayramın tarixi təbii ki, 1000 illəri, 10.000 illəri ötüb keçən, arxada qoyan bir bayramdır. Bu zaman keçdikcə cilalanan, genişlənən, daha da zənginləşən, hər gün özünə yeni bir çalarlar əlavə edən bir bayram olaraq bunu əsrlərin sınağından keçib, zamanın sınağından keçib bu gününə qədər yaşayır təbii ki. Və bu keçdiyi tarixi mərhələlər zamanında təbii ki, çoxlu sayda təpkilərlə üzləşib, qadağalarla üzləşib, bütün bunlar amma onun bir bayram olaraq qeyd olunmasının qarşısını ala bilməyib. Çünki bu bayram, bir bayram olaraq Novruz əslində bütöv bir xalqın ruhuna hopmuş bir məqama doğru. Mümkün deyil ki, onu xalqın yaddaşından və beynindən siləsən. Çünki əslində baxanda bu bayramda bütün gözəlliklər özünü əks etdirir. Həm burada təqvimi dəqiqləşdirən bir sxemlər var. Bilirsiniz ki, hələ təqvim tam olaraq bir sistem halına salınmamışdan öncə siz təsəvvür edin ki, görün bu xalq nə qədər müdrik bir xalqdır ki, artıq onlar fəsilləri ayırır və bir günəş sisteminə müdaxilə eləyərək, belə deyək, onu sistemləşdirə bilmişdilər və onlar yazın gəlişini artıq bir torpağın canlanması kimi qeyd edilir və bunu həm də özləri üçün bir yeni ilin başlanğıcı kimi qeyd edirlər və təbii ki, biz bugün də Novruzu necə qeyd edirik? Yeni ilin başlanğıcı kimi və hətta xalq buna 3 ay öncədən hazırlaşmağa başlayır. Təbii ki, qışın daxil olmasından, çillələrdən, böyük çillədən, kiçik çillədən, boz aydan və son bir ayda təbii ki, 4 dənə ənənəvi çərşənbələri qeyd etməklə bunu təbii ki, qeyd edilir. Bütün bunlar təbii ki, bu qadağalara baxmayaraq heç bir zaman bunu xalqın yaddaşından silə bilməzdi. Təbii ki, hələ 7-ci əsrdə yeni bir din yaranaraq İslam dini meydana gələndə
hansı ki bir çox qadağalara qoymuşdu, amma onlar da Novruz bayramı kimi müqəddəs bir bayrama toxunmamışlar. Niyə? Çünki bu bayramın özündə belə deyək, mənfiliklər görə bilməmişdilər. Və yenə də min illər, əsrlər keçdi. Təbii ki, siz toxunduğunuz bir məqam ki var, Sovet hökuməti dövründə qadağalar, təbii. Sovet hökuməti ümumiyyətlə bir çox maddi, mədəniyyət nümunələrinə qadağa qoymuşdu. Həm dinə qadağa qoymuşdu, həm xalqın özünü mədəniyyətini əks etdirən milli musiqisinə qadağan qoymuşdu, dastanlarına qadağan qoymuşdu. O cümlədən də xalqın ruhunu əks etdirən bayramı, Novruz bayramını qadağan eləmişdi. Amma bu qadağan dövlət səviyyəsində olsa da belə, bu xalqın məişətindən bunu çıxarmaq mümkün deyildi. Xalq yenə də ənənəvi olaraq hər il öz çərşənbələrini qeyd edirdilər, təbii dövlət səviyyəsində olmasa da belə. Öz çərşənbələrini qeyd edirdilər, səmənisini göyərdirdi, şirniyyatlarını bişirirdilər, balığını bişirirdilər, belə deyək, pulu ənənəvi olaraq mütləq aş olmalıdır, süfrədə biz plov dediyimiz bir olmalıydı. Bütün bunlar qeyd olunurdu. Amma bir məqamı burada xüsusi diqqətə çatdırmaq lazımdır ki, artıq 20-ci əsrin ortalarında, təxminən 60-cı illərindən sonra rəhmətli İşğali Qurbanov bununla bağlı olaraq 1967-ci ildə. Bəli, xüsusi olaraq bir təşəbbüs irəli sürdü və uzun mübarizələrdən sonra təbii ki, bu bayramın məxsus olaraq Azərbaycan o zaman SSR-nin tərkibində olduğu bir halda, Azərbaycanda bunun rəsmi olaraq dövlət səviyyəsində qeyd olunmasına nail ola bildi. Və biz bildiyimiz kimi o zaman biz ilk dəfə Bakının küçələrində Bahar qızı gördük, Kosanı, Keçəli gördük və milli adət-ənənələrimizin geniş bir şəkildə dövlət səviyyəsində qeyd olunmasını görə bildik. Amma bu günə gəldikdə, təbii ki, biz tarixə nəzər salırıqsa, bu gün artıq Azərbaycan müstəqil bir dövlətdir. Artıq 20 ildən artıqdır ki, xalqımız öz müstəqilliyi dövründə Novruz bayramını da xüsusi olaraq qeyd edir, dövlət səviyyəsində qeyd edilir və biz hər il görürük ki, Ümumilli liderimiz Heydər Əliyev zamanından belə bu gün də onun ənənələrini davam etdirən cənab prezidentimiz İlham Əliyev də hər il Novruz gününü xalqın arasında keçirir və əhali ilə birgə şəhərin küçələrini gəzir, Kosa ilə, Keçəli ilə, milli atributlarımızla yumurta döyüşdürür və adət-ənənələri icra edirlər. Bu da təbii ki, bir dövlətimizin, bir xalqın içində, ruhunda olan bir bayrama olan diqqətini, qayğısını göstərir. Tək bizim Azərbaycan xalqında deyil, hətta Türk dövlətlərində də, Türk xalqlarda Novruzu gözəl adət-ənənə ilə həyata keçirirlər. Hətta bizdə hər ildən ilə Novruz daha təmtəraqlı, adətlərə daha dolğun, daha düzgün həyata keçirilir. Həmin adətlər, məsələn üçün oyunlar keçirilir. Bənövşə oyunu, Kosa, siz bayaq vurğuladınız. Sonra axışda xanımlar arasında keçirilir. Bayatılar, nəğmələr oxunur, yallı gedilir, küsənlər barışır deyirlər Novruz bayramında. Bax, bu da bizim gözəl adətlərimizdən biridir. Bəlkə də gənclərimiz arasında və yaxud da bizi izləyən tamaşaçılarımız varsa, küsüblərsə öz istəkli insanlarıyla və yaxud da ki, uzaq olduğu insanlarla bu Novruz bayramında barışa bilərlər. Özlərinin də, o insanların da qəlblərinə yaxın ola bilərlər, yəni bu Novruz bayramında. Bir də Novruz bayramında deyirlər ki, hər yer yaşıllaşır, sanki canlanır. Bəlkə də ona görə deyirlər ki, Novruz yenidir, Novruz yeniliyi gətirir. Bu da onunla irəli gələ bilirmi? Bəli, martın 21-də təbii ki, biz şərti olaraq martın 21-i götürürük. Məsələn, bu il əslində bu götürülür necə? Günəşin Qoç bürcünə daxil olması zamanından. Təbii ki, orada bir neçə saat fərqi ola bilər. Biz şərti olaraq martın 21-i götürürük. Bəli, yaz gecə gündüz bərabərləşməsi baş verir o zaman, biz bilirik. Amma sizin sualınızın əvvəlinə qayıdaraq demək istəyirəm ki, mən bayaq da qeyd elədim, bu bayram əslində çox böyük bir coğrafi ərazidə qeyd olunur. Xüsusən də şimal yarımkürəsində yaşayan xalqlarda bu qeyd olunur, amma bir qədər müəyyən fərqli zamanlarda. Məsələn, Çində, məsələn, fevral ayında qeyd olunur bu yazın gəlişi. Onlar bizdən bir qədər şərqdə yaşadıqlarına görə. Bizdə bu zamana təsadüf edir, amma bir qədər bizdən qərbdə yaşayan, məsələn, Rusiya kimi bir ölkədə onlar aprel ayında qeyd edəcəklər bunu. Bütün bunları qeyd edir, amma məhz bu zamanda, bu çox geniş bir ərazidə təbii ki, Türk dünyasında, Qazaxstanda, Türkmenistanda, Özbəkistanda, eləcə də İran zonasında, İran İslam Respublikasında, Əfqanistan Respublikasında bu çox geniş qeyd olunur. Hətta İran və Əfqanistanda martın 21-i onlarda yeni ilin başlanğıcı, təqvimdə yeni il daxil olardı rəsmi olaraq.
Bütün bunlar çox geniş şəkildə qeyd olunur. Amma Novruz sözünün mənasına gəldikdə təbii ki, Novruz yenə də fars dilindən götürmə bir sözdür. Nov yeni deməkdir, ruz gün deməkdir, yeni gün deməkdir. Və təbii ki, bu da nədən irəli gəlir? Təbii ki, yeni gün nədəndir? Yeni bir zaman doğur, torpaq canlanır. Baxın, biz bugün artıq torpaq çərşənbəsini qeyd edirik son olaraq. Əvvəllər su çərşənbəsi, ot çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi. Bu sıralama nədən irəli gəlir? Qədim inanclardan tutmuş, fəlsəfə dünyasından tutmuş, elmin də təsdiq etdiyi kimi, dində də bildiyimiz kimi, bütün kainat 4 ünsürdən əmələ gəlib. Od, su, torpaq və küləkdən əmələ gəlib. Və bu ardıcıllıq necə əmələ gəlir? Təbii ki, bir yaza gəlməyinə 1 ay qalmış, artıq sular dirilir, sular canlanır, sular öz axarını donmuş vəziyyətindən axar vəziyyətinə daxil olur və xalq bunu ilk çərşənbədə su çərşənbəsini qeyd edir. İkinci, təbii ki, bizim ikinci çərşənbəmiz, ot çərşənbəsində artıq havalar bir qədər qızmağa başlayır, günəş görünməyə, qızmağa başlayır, havalar nisbətən istiləşməyə başlayır. Üçüncü çərşənbə olaraq yel çərşənbəsində külək gəlir, yel gəlir, artıq ağacları, tumurcuqları tərpədir və görürsünüz, yel çərşənbəsində artıq bəzi bizim ağaclarımıza tumurcuq görürük və alça ağaclarının, digər ağacların biz çiçəkləndiyini görürük. Və nəhayət son olaraq torpağın canlanmasını qeyd edilir və son çərşənbə olaraq niyə torpaq çərşənbəsi? Çünki torpaq artıq tam hazır vəziyyətdədir. Artıq dirçəlməyə, yeniləşməyə, canlanmaya, yaşıllaşmağa doğru hazırdır. Ona görə məhz torpaq çərşənbəsini sonda qeyd edirik. Çox sağ olun Nasib müəllim, biz sizə təşəkkür edirik. Gəldiniz verilişimizə, bizim gənclərimizi məlumatlandırdınız. Onlara Novruz bayramının adət-ənənələri ilə bağlı gözəl məlumatlarınızı çatdırdınız. Gənclərimiz də yəqin ki, Nasib müəllimin sözlərindən öyrəndilər və bildilər ki, Novruz bayramının adət-ənənəsi necədir, bu günümüzə qədər necə gəlib çatıb, məlumatlandılar. İstəyirəm ki, verilişimizin bu hissəsində gözəl ab-hava yaratmaq üçün, gözəl bir mənzərə yaratmaq üçün studiyamıza musiqili bir qonağımızı dəvət edim, Elgün Əlizadəni. Buyur Elgün, xoş gəlmişsin studiyamıza, gəl. Nətərsən Elgün, necəsən? Xoş gördük səni. Elgün, bizim gənclərimizə əvvəl bir təbrik elə bu Novruz bayramı münasibəti ilə, daha sonra öz musiqi ifanı onlara ərmağan elə. Çox sağ olun Əyyub, təşəkkürümü bildirirəm ki, sizə məni qonaq çağırdığınıza görə. Mən də öz növbəmdə bizə baxan bütün seyircilərimizi, Azərbaycan xalqını bu gözəl bayram münasibəti təbrik edirəm. Hər kəsə ən əsas olan can sağlığı arzu edirəm. Demək istəyirdim ki, Cavanlar verilişinin ilk buraxılıcıdır ki, Novruz bayramına təsadüf edilir. Bax, bizim geyimimiz necədir, milli geyimimiz, istər Nuranədə, istər məndə, necə bizə yaraşır bu geyim? Çox gözəl, əla yaraşır. Bilsəydim mən də milli geyim geyərdim, sizin ortanızda qalmaq üçün. Lap yaxşı, sən öz verilişində yəqin ki, çox gözəl. Öz verilişində yəqin ki, o geyimdə çıxacaqsan inşallah. Və təbii ki, təbrikimi gözəl bir musiqi ilə tamaşaçılarımıza çatdırmaq istəyirəm. Hansı mahnıdır? Sənin qara tellərin mahnısı. Sənin yox, xanımın qara telləri. Buyur, başla. Dinləyək musiqini. Səninlə vədədir, kəsilib qısa telləri, Kəlağay əlvan hıyğacın üstündən basa telləri. Ay qız səninlə vədədir, kəsilib qısa telləri, Kəlağay əlvan hıyğacın üstündən basa telləri. Sənin o qara tellərin, sənin o qara tellərin, o telli telli tellərin, gel buraya sər tellərin, o telli telli tellərin, bağrımı kəsər tellərin, o telli telli tellərin, gel buraya sər tellərin, o telli telli tellərin, bağrımı kəsər tellərin.
yar ucundan batıldır yasat ellerim. Bağbanlar bal ucundan, alma heyvanlar ucundan, Ələzgərtək yar ucundan batıldır yasat ellerim. Sen o qara tellerin Sen o qara tellerin Sen o qara tellerin O telli telli tellerin Gel buraya ser tellerin O telli telli tellerin Bağrımı keser tellerin Telli telli o tellerin Gel buraya ser tellerin O telli telli tellerin Bağrımı keser tellerin. Çox sağ ol, təşəkkür edirəm gözəl ifana görə. Çox sağ olun. Minnətdaram gəldiyiniz Bir daha üçün bütün Azərbaycan xalqını təbrik edirəm. Çox sağ Çox sizə sağ ol. təşəkkürümü Gözlə, bildirirəm. tələsmə. Mən sənə bir yumurta verəcəm. Sən bu çox gözəl ifa elədin, ürəkdən ifa elədin üçün bu gözəl yumurtanı sənə verirəm. Verişdən sonra Mən ifam yumurtaya dəyər də. Yox. Elgünün yola sağlıq getdi gözəl ifasından sonra. Biz istəyirik ki, studiyamıza növbəti musiqili qonağımızı dəvət eləyək. Gözəl xanım, gözəl səsə malik olan Natəvan xanım Hüseynova buyursun studiyamıza. Buyurun Natəvan xanım, xoş gəlmisiniz. Mikrofonu təqdim edək Natəvan xanıma. Buyurun Natəvan xanım. Çox sağ olun. İlk əvvəl istəyirik ki, bizim gənclərimizi Novruz bayramı münasibəti ilə təbrik edəsiniz. Ondan sonra biz sizdən gözəl ifanı alacağıq inşallah. Hamının bayramını təbrik edirəm.
Çox sağ ol, təşəkkür edirəm ifana görə. Gözəl ifadan sonra sizi Natavan xanım heç kim unutmayacaq. İnşallah unutmayacaq. Çox sağ olun, təşəkkür edirik, gəldiniz, ifanızı Siz sağ təqdim olun, etdiniz. sağ olun. Təşəkkür edirik, minnətdarıq. Buyurun. Gözəl ifalar dinlədik, amma ifalardan doymuruq. Çünki bayram əhval-ruhiyyəsinə rəng qatan ifalardır. Yenidən ifaçımız var ki, mahnısını səsləndirəcək Xəyyam Astaralı. Buyursun bizim yanımıza və öz ifasını səsləndirsin bizim üçün. Xəyyam, xoş gəlmişsən, nətərsən, necəsən, nə var, nə yox, keç bura görək, nətərsən. Gör, nə deyirəm. Ümumiyyətlə, bax, bu bayram haqqında nə bilirsən, bu Novruz bayramı haqqında, bu adət ənənələr haqqında nə bilirsən? Bax, qurşaq atırsan. İlk öncə sizləri salamlayırıq. Aha. Bayramımız mübarək və Azərbaycan xalqının Novruz bayramı münasibətilə təbrik edirik. Və sual. Hə, sualım budur ki, qurşaq atmısan heç? Papaq atmısan? Papaq atmışam, əlbəttə Nə ki. qoyublar içinə? Valla Pul qoyublar yoxsa? bu bayramın bu adət ənənəsi tərə ilə də belə. Tərə qoyublar sən şən bir papağı. Tərə. Elə bir zarafat. Hə, elə bir qoyublar, hə. Ay, vay, Lap vay. balaca bir oğlan idim, elə bir şey Hə. olub, amma belə hədiyyələr qoyurlar. Məsələn, yumurta Yəni, falan. yumurta qoyurlar, Qoğallar, sonra bizim qoğal stolumuzda olan. qoyurlar elə nemətlərdən. burada olduğu kimi. Belə. Yaxşı, Xəyyam. Buyur, hansı ifa ilə gəlmişsən efimizə? Yaz abu-havası olduğuna görə bir gözəl həzin bir musiqi yaz qatarı mahnısıdır. Aha. Həzin bir musiqi və onları Azərbaycan xalqını təbrik eləmək münasibəti ilə Səsləndirəcəksən. bu gözəl mahnını səsləndirəcəm inşallah. Bəli, əziz gənclərimiz, hamınız diqqəti Xəyyamda olsun. Xəyyam sizin üçün yaz qatarı mahnısını oxuyacaq. Buyur, Gəlsin Xəyyam. gözəl musiqi. Seni yaz
Çox sağ ol Xəyyam, təşəkkür edirəm sənə gözəl ifana görə. İndi sən Astaraya gedirsən də buradan, düzdür? Hə, lap yaxşı. Get Astaraya, mən axşam sənə gəlib papaq atacağam, yaxşı? Get. Sağ ol. Eyüp, düşünürəm ki, belə həzin ifadan sonra şən ifa lazımdır və biz yenidən bir ifaçını dəvət edək, amma xanım ifaçıdır. Bu xanım ifaçı Nəzakət Veysəlovadır. Buyur Nəzakət, xoş gəlmişsən. Gözəl bahar ab-havası ilə gəlib bizim qonağımız olub. Salamlayıram sizləri bu gözəl verilişlə. Məni qonaq kimi çağırdığınıza görə sizə minnətdarlığımı bildirirəm və bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibətindən təbrik edirəm. Gələn günləriniz uğurlu olsun deyirəm və çox danışmaq istəmirəm. Mahnı ilə davam etmək istəyirəm. Yaxşı, mahnıdan sonra danışarsın. Oxuyun da. Buyur. Arzular gəlir, bu göz
Çox sağ olun. Çox sağ ol, çox sağ ol. Əziz bayramınız mübarək olsun əziz gənclər. Nəzakətin ifasında gözəl bir mahnını izlədik, eşitdik, dinlədik. Çox sağ ol Nəzakət, Çox sağ təşəkkür olun. edirəm sənə və biz səni yola salırıq gözəl elə belə deyək də abu-hava ilə, gözəl bu Təşəkkür musiqi edirəm, çox sağ sədaları olun. altında biz səni yola salırıq. Çox sağ ol, təşəkkür edirik sənə. Gözəl musiqi ifalarından sonra istəyirəm ki, bir gözəl rəqs də olsun və bizim bir rəqqasımız var, Əli Əhmədov. Buyursun studiyamıza. Xoş gəlmişsən Əli. Buyur, gənclərimizi təbrik et. Mən bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Neçə belə irəli çıxasın. İnşallah. Buyur Əli. Buyur rəqs elə biz də sənə baxaq. Oldu. Gözəl rəqs etdin bizim üçün, minnətdarıq sənə. Və verilişimizin bu dəqiqəsində biz bir, Nuranə, gəl bu yumurtalardan bir, belə deyək də, çaqqışaq, toqquşturaq. Görək hələ, kim bu yumurtaların? Mənim yumurtam artıq ısınmışdı, mən digər yumurtanı götürüm. Bu yumurtanı, aha. Bax gör, yumurta sağlamdır. Sağlamdır. Aha. Mən oturum, yoxsa sən oturursan? Deyən görüm. Buyur. Yox, beləmə. Yox da, biraz belə, hə, vur. Yumurtanı mən sənə unutdum. Mən Nuranəyə yumurtası artıq sınıb. Və bu yumurtanı artıq mən sənə unutdum. Bu yumurta mənimdir. Verilişdən sonra bunların işinə baxarıq. Bizim növbəti rəqs ifamız var. Səhv eləmirəmsə, Leyla Qızlar Ansamblıdır adı. Belə bir ansamblımız var. Leyla Qızlar Ansamblı gəlsin studiyamıza.
Çox sağ olun, təşəkkür edirik Leyla Getməsinlər, rəqs görək. ansamblının Getməsinlər, çox ifasında istərdim. gözəl bu mahnı üçün sizə. Mən istəyirəm sizin nəlbəşlərinizi boş qaytarmayım. Gətirin nəlbəşlərinizi, hərəsinə bir yumurta qoyum nəlbəşlərin. Bax, gözəl. Çox sağ olun, təşəkkür edirəm və biz sizinlə sağollaşaq. Bəlkə Eyüp, onlar da özləri Novruz bayramını təbrik etmək istəyirlər. Buyur, əgər təbrikiniz Təbrik varsa, təbrik etmək istəyirsinizsə, buyurun, təbrik edin. Mən də bütün Azərbaycan xalqını ürəkdən Novruz bayramı münasibətilə təbrik edirəm. Və Çox sağ sizin ol. bu gözəl rəqs müəlliminiz kimdir? Leyla müəllimə. Onun Leyla da bayramını Mirzəyev. təbrik edirsiniz. Əlbəttə ki. Çox gözəl. Buyur, sən də özünü təqdim et. Mən də buradan bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Çox gözəl. Çox sağ olun, Əla təşəkkür ifa idi. edirik. Sağ olun. Təşəkkür edirik sizə, çox sağ olun. Sizin də bayramınızı biz təbrik edirik. Və bizim sırada sonuncu ifaçımız, skripkada ifa edən gözəl sənətkarımız İlqar müəllim Əliyevdir. Buyurun İlqar müəllim studiyamıza. Xoş gəlmisiniz İlqar müəllim. Sizinlə həm söhbət edəcəyik, həm də musiqi ifalarınızı dinləyəcəyik. Buyurun İlqar müəllim, keçin, oturun, yerinizi alın. Təşəkkür edirik sizə gəldiyiniz üçün. İlqar müəllim, siz də bu gözəl bayramımızla bağlı gözəl məlumatlı olan insanlardan birisiniz. Azərbaycan adət-ənənələrini gözəl bilirsiniz. Elə başlayaq xalqımızın Novruzunu təbrik etməkdən və sonra Novruzla bağlı öz fikirlərinizi, öz bayram əhval-ruhiyyəli fikirlərinizi bildirin. Əvvəla tamaşaçılarımızı salamlayıram. Sizi salamlayıram. Çox sağ olun dəvət etdiyinizə görə təşəkkür edirəm. Belə bir gözəl gündə, bahar təravətli gündə, yəni bayramda mənə dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Əlbəttə ki, doğma Azərbaycanımızın ən gözəl adət-ənənələrindən biri olan, yəni bizim milliliyimizin əsas soy kökü olan bu bayramımız, Novruz bayramımız, nəinki bizdə, bütün şərq aləmində, dünyada bu dəqiqə tanınır, bilinir. Biz bu bayramın gəlişin biz hamımız, nətər deyək, uşaqdan böyüyə qədər çox səbirsizliklə gözləyirik ki, bahar gəlsin, bahar bayramı gəlsin. Bax, belə süfrələrimiz bəzədilsin. Görürsünüzmü, yaşıllıq, gözəl səməni, burada boyanmış yumurtalar və çərəzlər, çörəklər bişirilir. Bax, evdə xanımlarımız, bacılarımız, analarımız bu dəqiqə çörək pişirirlər, hərə bir işlə məşğuldur. Kim kimin evinə gedir, küsürlər barışır. Yəni, bu günlərdə demək olar ki, nə varsa kin, küdrət hamısı atılır. Hamısı bir-birinə mehriban olmalıdır, mehriban o şərait yaranır və bu haqda məndən ola bilsin qabaq da danışıblar, nətər deyirlər, tarixi bilənlər, bu bayramın daha da dərinlərini bilənlər. Mən bu bayram münasibəti ilə bütün Azərbaycan xalqımıza, Azərbaycan xalqına, bizim Lənkəranlarımıza, bizim dinləyicilərimizə, bizi bu dəqiqə izləyicilərimiz var, tamaşaçılarımız var. Onlara efir vasitəsilə mən bu bahar təravətli bir nətər deyirlər, ruh arzulayıram. Onların həmişə ruhu şad olsun, nətər deyirlər, ruhları həmişə şən olsun, bahar təravətli olsun. Bu bahar günləri onlara hamısına düşərli olsun və hamısını təbrik edirəm. Çox sağ olun İlqar müəllim, təşəkkür edirəm və buyurun, istər mənim, istər hamının sevdiyi gözəl musiqi ifalarınızdan birini səsləndirin. Əmumiyyətlə, bir gözəl musiqi ilə, hamının eşitdiyi bir musiqi ilə, Bakı gözəl şəhər, əlbəttə ki, Azərbaycanımızın paytaxtıdır. Nəinki Azərbaycanımız günü-gündən çiçəklərini gözəlləşir, paytaxtımız da bildiyimiz kimi gözəlləşir, çiçəklənir. Çox gözəl bir ab-havasat var orada. Yəni, mən o musiqini sizin tamaşaçıların nətərlər icazəsi ilə ifa edərdim. Buyurun.
Çox sağ olun İlqar müəllim, təşəkkür edirəm və demək istəyirəm ki, Novruz bayramına həsr etdiyimiz Cavanlar verilişinin növbəti bir buraxılışı başa çatdı. Əziz gənclər, mən sizə təşəkkür edirəm. Verilişimiz boyu bizimlə bir saat ərzində birlikdə oldunuz. Çox sağ olun və mən sizi istər bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, bu Novruz bayramı daim sizin evlərinizə bol ruzi, bərəkət bəxş etsin. Mən də öz növbəmdə bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bu milli geyimə görə isə Lənkəranda yerləşən Viva Lənkəran fotostudiyasına minnətdarlığımızı bildiririk. Əziz izləyicilərimiz, sizin bayramınızı bir daha təbrik edirik. Sağ olun, sağlıqla qalın. Gələn verilişlərdə bax elə burada sizinlə bərabərliyimiz davam edəcək. Sağ olun.